Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda 2 ədəd daşınmaz əmlak satılır. Hal-hazırda hazır olan tərəfi sizə göstərirəm. Bax, burada deməli bir böyük sal, salın uzunluğu 8, eni 5 metrdir. 2 otaqdır. Otaqların ölçüləri 5-in 4-dədir. Qiyməti 78.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə bax, deməli otaqlardan birini gördünüz. Polu taxtadır, yəni başqa material deyil. 4 tərəfdən 2 qat kubiklə hörülüb. Deməli bu həyət evin 11 nömrəli marşrutun yuxarı hissəsidir. Yəni Gəncə Şəmkir avtomagistral yolu ilə 11 nömrəli marşrutun işlədiyi yolun arasında bax yerləşir. Yerləşdiyi yeri mən sizə dedim. Burası ikinci otaqdır. İkinci otağın da ölçüsü birinci otaqda olduğu kimi 5-in 4-dədir. Yenidən mən sizə zalını göstərirəm. Bax bu deməli həyətin zaldan 2 ədəd çıxış var. Biri qarşıda gördüyünüz, hal-hazırda mən elə gəlir ki, oradan istifadə olunmur. Burası isə deməli mətbəxidir. Mətbəxi üçün 3,5-ın 3,5-adır. Bax bu cürdür, təmirlidir. Qiyməti 78.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə deməli hamamını göstərirəm. Hamamın ölçüsü 3,5-ın 3,5-adır. Təmirlidir. 2 tonluq su bakı var. Bax bura deməli məhləsidir. Navesin alt hissəsidir. Bu cürdür. Yəni bax bu deməli bu hissə hazır olan tərəfdir. Yenidən mən bax bu darvazası var. Bura isə məhləsidir. İndi isə hazır olmayan tərəfə keçirəm. Orada da bir zal 2 otaqdır. Bax darvazanı görmək mümkündür. Yəni hazır olmayan hissədədir. Bax qarşıda deməli bir zal 2 otaq badvalı var. İndi isə evin üst hissəsini göstərirəm. Biri hazırdır. Hal-hazırda bu hazır olmayan tərəfi görmək mümkündür. Burada da orada olduğu kimi bir zal 2 otaqdır. Sənədi ilkin sənəddir. Yəni etibarnamə yolu ilə bildiyiniz kimi bunu mənsiz bilirsiniz, satılır. Yenidən mən sizə bu həyət evinin deməli bağçasını göstərirəm. Yəni bax bu cürdür. 4 sotda yerləşir. Bax belə. Sizlərə uğurlar.